Diqqətli olun, artıq icazəniz olmadan telefonunuzdakı məlumatlar götürülə bilər. Əziz izləyicilər, qısa başlığı ilə qarşınızdayım. Bəli, səhv eşitmədiniz. Artıq müstəntiq məhkəmə qərarı olmadan telefonlar, kompüterlər və digər elektron cihazlara baxış keçirə biləcək, o cümlədən onların yaddaşındakı məlumatları götürə biləcək. Bu Cinayət Prosessual Məcəlləyə dəyişiklik layihəsində öz əksini tapıb. Dəyişiklik layihəsi istintaq üçün vacib sübutların toplanmasını sürətləndirmək məqsədi ilə əsaslandırılır və müstəntiqə daha geniş səlahiyyətlər verilməsini nəzərdə tutur. Qanun layihəsinə əsasən cihazlara baxış zamanı müstəntiq mütəxəssis köməyi ilə informasiya kommunikasiya texnologiyaları sistemlərinə daxil ola bilər, elektron verilənlərə baxış və götürmə əməliyyatlarını məhkəmə qərarı olmadan həyata keçirə bilər. Layihə ilə həmçinin xidmət provayderlərində saxlanılan abunəçi və trafik məlumatlarının ələ keçirilməsində məhkəmə qərarının tələb olunmayacaq halları da müəyyən ediləcək. Bax belə əziz izləyicilər, yeni qanun layihəsi ilə bağlı fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Həmçinin videonu bəyənib paylaşmağı və maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olmağı unutmayın. Onu da unutmayın ki, təbii bal və bal məhsullarını Astaralı Arıçı Vidadidən 051 546 39 39 nömrəsi ilə əlaqə saxlayıb sifariş verə bilərsiniz. Adımı versəniz hədiyyə də qazanmış olarsınız. Özünüzlə müğayət olun.